Fuad müəllim, o biri yerlərdə olmuşdum, amma burada ilk dəfə də oluram. Sizə çox minnətdaram. Burada bugün ərzində də bu duyğuları yaşadım, amma burada hazırda bu qəşəng bizim üçün kəflətli çay hazırladınız. Bunu içdikcə elə bir duyğum var ki, yəni Allaha acıq getməsin həqiqətən. Gözəl də bir ala bir söz dediniz. Yəni dünyanın heç bir yerini bu gözəl mənzərəyə öz vətənimə dəyişmərəm, amma elə anlar var ki, elə bir görüntülər var ki, mesela burada bizdə kəpəzimiz var, burada əlimizin altında kəflətli çayımız var. Sizə çox təşəkkür edirəm, əziyyətinizi çox biz. Çox sağ olun Qadə xanım. Əslində siz də bu ekoturizm marşrutuna gələrək bir gözəllik qatdınız. Məlumat üçün qeyd eləmək istəyirəm ki, bu Göygöl Milli Parkında 11-ci ekoturizm marşrutudur. Yəni bu marşrut 2025-ci il üçün ilkdir və bundan sonra Milli Parka gələcək turistlər də girişdə müraciət edib bax bu gözəl yerə, bu yüksəkliyə gələ bilərlər. Burada bir tərəfdə bizi Göygöl gözləyir, arkada Kəpəz gözləyir. Azca biraz irəli gedəndə hətta Maral Gölü də buradan görürük. Ətrafda olan gözəllik dünyanın heç bir yerində yoxdur. Bayaq bir sözü orada da demişdim. Həqiqətən. Yəni burada da deyirəm. Doğrudan Göygöl Milli Parkı həqiqətən insanı təəccübləndirir yaxşı mənada. Bu qədər gözəlliklərin bir arada olduğu başqa bir yer tanımır. Vətənimizin qeydinə qalmalı, təbiətimizi qorumalıyıq. Bu arada elə bu gözəl çay süfrəsi önündə Gəncə Regional Turizm İdarəsinə təşəkkürümü bildirirəm. Fariz bəyə göstərdiyi bütün dəstəyə görə. Videoda çox gözəl dron kadrları görəcəksiniz. Müəllifi Pərvin bəydir. Sizə və Primes Vetmediyə təşəkkürümü bildirirəm. Mütləq qeyd edəcəm. Özüm də baxdım və dedim, vau, mənim heç vaxt belə kadrlarım olmayıb. İnşallah ki, əziyyətinizi halal eləyin. Çox sağ olun ki, bugün bizimlə oldunuz. İradə xanım, bir məlumat da buradan qeyd eləmək istəyirəm. Mən də bu dadlı balınızdan, bu Kəlbəcər balıdır. Nuş olsun. Elə Göygöl Milli Parkının ərazisində olan, toplanan o arılarımızın bu çiçəklərdən topladığı baldandır. Arılar bilirsiniz. Arılar üçün qadağa yoxdur. Arılar da bu arada həqiqətən bütün dünyada tozlandırma prosesində, təbiətin bitkilərin çoxalmasında çox böyük bir rol oynayır və çox əvəzsiz bir nemətlər bəxş edir insana. Rəbbim dünyanı yaradanda insan üçün hər bir şey yaradıb. Nəyi məlumat üçün sizə əlavə bildirmək istəyirəm ki, bu günlər gənclərin asudə vaxtını təşkil üçün ən gözəl bir turizm formasıdır, ekoturizm. Gənclər dağlara qalxırlar, çadırda qalırlar, ondan sonra təbiət qoynunda gəzintilərə gəlirlər və bu onlar üçün ruhlarının qidalanmasıdır, gələcəkdə gözəl bir mühitimizin formalaşmasıdır. Yəni bu o deməkdir ki, təbiət nə qədər varsa bizim demək gələcəyimiz də o qədər gözəl olacaq. Bizim gələcəyimiz olan demək gənclərə biz belə gözəl şəraitləri də yaratmağa borcluyuq. Allah sizdən razı olsun. Allah dövlətimizdən razı olsun. Dövlətimiz bax bu günləri bu Göygöl Milli Parkında gözəl şərait var, təbiət əraziləri var. Gəlsinlər insanlar, yararlansınlar. Eyni zamanda mən buradan başqa bir yeri təbliğ eləmək istəyirdim. Qarşı tərəfləri görürsünüz, siz orada olmuşsunuz bu hissələrdə. Orada Pant dağları silsiləsi var, orada Alban məbədi var. O dağların o özündə Daşkəsən rayonumuz var. Orada da gözəl yerlər var. Yəni hər yer açıqdır, sərbəst gəzmək. Elə əslində ona gətirib çıxardacağam ki, və o ilə bitirmək də istəyirəm. Bir duaya oturaq. Demək istəyirəm ki, bugün buradayıq və qarşı tərəfə baxırıq, Ömər Aşırım tərəfə baxırıq. Və içimizdə o qədər gözəl bir duyğu var ki, şükür ki, torpaqlarımız özümüzdədir. Bu vətən yolunda qanı hesabına o torpaqları qaytaran şəhidlərimizin ruhu şad olsun. Allah hər zaman deyirəm ki, Ali Baş Komandamızdan və bütün əməyə keçən bu qazi qardaşlarımızdan razı olsun ki, biz bugün burada çox rahat oturmuşuq və özü o dağlara baxıb deyirik ki, növbəti dayanacağımız Kəlbəcər olsun. İnşallah. O dayanacaqlar bizim də. Hər bir fürsətdən istifadə edib, Rədə xanım sizə, Fuad müəllim sizə minnətdarıq. Gəncə Regional Turizm İdarəsi adından, Primes Vetmediya adından. Bizim də məqsədimiz odur ki, Qərb regionunun bu gözəlliklərini elə həm fotolar, həm videolar tərəfindən təbliğ eləyək. Baxın, gözəl söz dedik, gənclərin asudə vaxtını biz istəyirik ki, bundan sonra yəni gənclər daha da maarifləndirici, yönümlü işlərlə məşğul olsunlar. Yəni burada o qədər gözəl potensial var ki, burada o qədər gözəl. Mən ilk dəfədir bura gəlirəm, Fatma. Mən gözəl yerlərə gətirməyə davam edəcəm. Gəlin qoyun bütün dostlarımız, bütün xalqımız, ölkəmiz görsün ki, nə gözəllikdə biz məmləkətə sahibik. Doğrudan, gözəldir.
Nuş olsun. Çox sağ olun Rədə xanım. Siz də elə sizin biz hər gün buralardayıq. Sizlərin də gəlməsiniz, təbliğ etməniz. Biz gedirdik. Bizi yoldan sırf Mən buralardan yoldan geri yaxşı ki yoldan geri qayıtdıq. Bəli. Dedim biraz daha başqa bir fərqli mənzərələr, amma onda qeyd edim ki, bu Son deyil. bu son deyil. Yəni burada ilin 365 günü üçün oturub danışmağa, təbiət gözəllikləri haqqında söhbət etməyə, dastan yazmağa vaxt var. Maşallah. Yəni bu qədər gözəllik olan bir ərazilərdir. Yəni biz gözlə yaxın bir əhatəni görürük də. Ərazi çox böyükdür. 12755 hektar ərazinin o qədər bir-birinə maraqlı mövqeləri var. Biz Kəpəz dağının arxasına keçəndə, Murovdağ silsiləsinə qalxanda qeyri-adi bir məqamlarla rastlaşırıq. Bizə vaxt, çox vaxt lazımdır. İnşallah Allah bizə qismət edər. İnşallah. Özümüzdəki vaxtlar çərçivəsində də bu dağlarda olarıq. İnşallah.